Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Bura Azərbaycanda gömrükdən, vergilərdən və icra hakimiyyətlərindən sonra ən böyük pulların qazanıldığı bir yerdir. İnsanın işi nə vaxt avand olur? Onun pulu çox olanda. Odur ki, işləriniz avand olsun. Təşəkkür edirəm. Verilişimizin birinci qonağı İran İslam Respublikasının Xarici İşlər Naziri Hüseyn Əmir Abdullahyan idi. Düzdür, hamı çox gözəl bilir ki, İran 30 ildir bizimlə oyun oynuyor, amma bu şovda ilk dəfədir. Gəlin qarşılayaq. Hoş geldiniz. Sağ olasınız. Cənab Nazir. Sağ olasınız. Necə varsınız? Sağ olun. Buyurun, əyləşin, zəhmət olmasa. Necə varsınız? Selamun aleyküm. Sağ olasınız. Sağ olasınız. Cənab Nazir. Xobi baba. Yaxşısınız, yaxşı varsınız. Siz necəsiz? Sağ olasınız, sağ olasınız. Ağayı Fatih sizi İranda söyürlər. Niyə söyürlər? Çox söyürlər sizi İranda. Axı, niyə söyürlər? Söyürlər, yəni söyürlər. Sevirlər. Təşəkkür edirəm, çox sağ olun. Cənab Nazir, nə işlə məşğulsuz? Mən İranın xarici işləri ilə məşğulam, ağa. Yox, gəlin vurğunu belə düz vurum. Siz ümumiyyətlə bilirsiniz nə işlə məşğulsuz? Bəli, ağa. Mən işimi xətmən bilirəm. Laf yaxşı. Elə isə bizim şovda iştirak eləməyə hazır mısınız? Sağ olasınız. Yəni, bəli. Sağ olasınız. Onda milyonların şovusu sizin üçün başladı. Sağ olasınız. İlk sual və 10 manat. Hə. İranda yaşayan bu millətlərdən hansının öz dilində məktəbi yoxdur? A. Farsların, B. Ermənilərin, C. Azərbaycanlıların və D. İranda ümumiyyətlə məktəb yoxdur. Ağa Fatih, ümumiyyətlə İranda məktəb var. Məktəbdə oxuyan şagirdlər də var. Farsların da məktəbi var. Ermənilərin də məktəbi var. Amma Azərbaycanlıların məktəbi yoxdur. Siz demək istəyirsiniz ki, İranda yaşayan 30 milyon Azərbaycanlıların öz dilində məktəbi yoxdur, amma 60 min erməninin öz dilində məktəbi var. Var, var. Bəli, cavab odur. Cavab, Azərbaycanlıların İranda məktəbləri yoxdur. Və bu son qərardır. Bəli, xətmən son qərardır. Və bu doğru cavabdır. Sağ olun. Azərbaycanlıların İranda məktəbi yoxdur. Sağ olasınız. Əfsuslar olsun. İkinci sual və 20 manat. Qarabağda məscidlərdə 30 il donuz saxlayan erməni terroristlərini Azərbaycan silahlı qüvvələri məhv edəndə Türkiyə və Pakistanla yanaşı bu ölkələrdən hansı Azərbaycanı dəstəkləyirdi? A. Suriya, B. Livan, C. İran İslam Respublikası və D. İsrail. C. İran İslam Respublikası dəstəkləməyib. Bunu 100% bilirəm. Qalmışam Suriya ya Livan. Ağay Fatih, olar tamaşaçılardan soruşar. Bəli, əlbəttə ki, buyuraq. Sağ olasınız. İxtiyarınız var. Hörmətli studiyada əyləşən tamaşaçılar, xahiş edirəm, düzgün cavabı əl çalmaqla bildirəsiniz. Qarabağda məscidlərdə 30 il donuz saxlayan erməni terroristlərini Azərbaycan silahlı qüvvələri məhv edəndə Türkiyə və Pakistanla yanaşı bu ölkələrdən hansı Azərbaycanı dəstəkləyirdi? A. Suriya, B. Livan, C. İran İslam Respublikası və D. İsrail. Cənab Nazir, xalq öz seçimini elədi. Sağ olasınız. Sağ olasınız. Cavab D. İsrail. Və bu son qərardır. Bəli, tamaşaçı onu deyir. Və bu düzgün cavabdır. D. İsrail. Sağ olasınız. Sağ olasınız. Üçüncü sual və 50 manat.
Sual belədir. İran İslam Respublikasında hansı spirtli içkini rahat almaq olar? A. Viski, B. Rakı, C. Araq və D. Tequila. Ağay Fatih, bizdə rakı içmək olmaz, haramdır. Viski də çətin tapılar. Tekilə bilmərik nə mənadır. Amma arağı tapmaq asandır. Cavab araq. Və bu son qərardır. Sağ olasınız. Və bu düzgün cavabdır. C. Araq. Dördüncü sual və 100 manat. Bu dövlətlərdən hansını İran özünə qardaş dövlət sayır? A. Azərbaycan, B. Türkiyəni, C. Rusiyanı və D. Ermənistanı. Ağa, biz Azərbaycanı özümüzə qonşu sayırıq. Türkiyəni tanımırıq. Qalmışam indi Rusiya-Erməniya arasında. Əslində bunu bütün dünya bilir ki, siz neçə illərdir ki qalmışsınız Rusla Erməni arasında. Amma bu gün oyun olduğuna görə xətməndir ki, siz burada bir qərar verəsiniz. Onda cavab olsun Erməniya. Və bu son qərarınızdır. Bəli, Rusla biz dostuq, Erməniya ilə qardaşıq. Elə isə bu doğru cavabdır. D. Ermənistan. Sağ olun. 5-ci sual və 200 manat. Əgər bu suala düzgün cavab versəniz, siz itirilməyən məbləği əldə edəcəksiniz. Xoş. Bu şəhərlərdən hansı qədim Azərbaycan şəhəridir? A. Moskva, B. Kiyev, C. New York və D. Təbriz. Mən Azərbaycan tarixini pis bilirəm. Ağay Fatih, ona görə gəlin tamaşaçılardan soruşayım. Lap yaxşı, hörmətli studiyada əyləşən tamaşaçılar, yenidən sizdən xahiş edirəm, düzgün sualı cavabı alqışlarda bildirəsiniz və sual belədir. Bu şəhərlərdən hansı qədim Azərbaycan şəhəridir? A. Moskva, B. Kiyev, C. New York və D. Təbriz. Sağ olasınız. Sağ olasınız. Cavab Təbriz. Və bu doğru cavabdır. D. Təbriz. Cənab Nazir, oyundan kənar bir sual vermək istəyirəm. Bunun oyuna heç bir aidliyi yoxdur. Buyur, Ağay Fatih. Düzdür ki, İran erməni işğalçılarını 30 il təmənnasız işıqla təmin eləyib. Kim? İran. Haçan. Yəni bu axır 30 ildə. Məndə belə məlumat yoxdur. İstəyirsinizsə, onu da tamaşaçılardan soruşaq. Xoş, soruşaq. Hörmətli tamaşaçılar, düzgün cavabı telefonlarınızın işıqlarını yandırmaqla bildirin. Düzdür ki, İran erməni işğalçılarını 30 il təmənnasız olaraq işıqla təmin edib. Vaxtda dəfa gözüm çıxdı ki. Elə bir ulduzlu göyə baxırsan. Və yenidən xalq öz seçimini Sağ olasınız, elədi. sağ olasınız. Sağ olasınız. İndi isə qayıdaq öz oyunumuza. Razısınız? Başlayaq. Buyurun. Elə isə hazır olun. 6-cı sual və 300 manat. İl ərzində İran Azərbaycana ən çox nə ixrac edir? A. Kartof, B. Araq, C. Xurma və D. Narkotik. Ağay Fatih, biz arağı oradan buradan ithal edirik, ixrac edə bilmərik, günahdır. Qoymazdır. Amma keçən il Azərbaycana 8000 ton kartoşka, kartof ixrac eləmişik. Deməli cavab A. Kartof. Yox.
Ondan da çox 12.000 ton xurma ixrac eləmiş. A, deməli düzgün cavab C, xurma. Ki, o da düzgün deyil. Ondan da çox 18.000 ton narkotik ixrac eləmişik ki, onun da yarısın sərhəddə tuturlar, yarısında DDX tutur, amma müəyyən hissəsi gedib ünvana çatır. Və son qərar Narkotika. D, narkotik. Və bu düzgün cavabıdır. Əfsuslar olsun, əfsuslar olsun. Sağ olasınız. 7-ci sual və 400 manatlıq sual. Teatrda yalan, yüngül aktör oyununa nə deyirlər? A. Təbii oyun, B. Süni oyun, C. Xarakterik oyun və D. Fars oyunu. Ağa, bunu mən xatman bilirəm, çünki mən cavan vaxtı dərnərlərə çox getmişəm. Sevərdim. D. Fars. Elə isə bu doğru cavabdır. Sağ ol. D. Fars, bəli. 8-ci sual 750 manat. Cənab Nazir, İranda nüvə silahı var. A. Var. B. Yoxdur. C. Bilmirəm və D. Demirəm. Ağay Fatih, biz bütün dünyaya car çəkirik ki, bizdə nüvə silahı, atom bombası yoxdur. 100% yoxdur. Uran haqqı yoxdur. O dəqiq cavabdır. Urana and olsun ki, yoxdur. Yalançıya uran qənim olsun. Düzgün cavab İranda nüvə silahı var. Yalan danışanlar haqqında dahi Nizami Gəncəvi, dahi Azərbaycan şairi və mən bir daha hamının yadına salmaq istəyirəm ki, Nizami Gəncəvi də doğrudan da Azərbaycan şairidir, belə deyir. Sağ ol. Var doğru yazmağa madam ki imkan, neçin gəlsin gərək ortaya yalan. Sözün qiymətini saldı yalanlar. Doğrunu danışan hörmətli olar. Cənab Nazir, siz itirilməyən 200 manat məbləği əldə elədiniz və bu məbləğ bizim sponsor tərəfindən oturulacaq sizin kartınıza. Ağay Fatih, bəli. Pula görə sağ olasınız, amma olar ki onu mənə nəqd verəsiniz, bizdə başqa dövlətin kartları işləməz. Ağa özü də onu tümən şəklində verir 200 manatı. Problem deyil, xahiş edirəm 200 manatı tümən şəklində studiyaya gətirəsiniz. Sağ olasınız. Sağ olasınız xanım. Siz də sağ olasınız. Siz də sağ olasınız və sizi sağ olasınız. Yola salıram. Sağ olun. Sağ olun. Sağ olun. Əziz, o taylı, bu taylı, çox saylı Azərbaycanlılarımız, sizlərə demək istəyirəm ki, arazı ayırdılar, lil ilə doyurdular. Biz sizdən ayrılmazdıq, zor ilə ayırdılar. Hörmətli qonaqlar, hələlik isə növbəti qonağı qarşılamazdan əvvəl mən birinci qonağa çatdırıb verə bilmədiyim sualları istərdim sizlərə verim. Sizinlə bir oyun keçirdək və siz də düzgün cavabları xahiş edirəm alqışlarla bildirəsiniz. Hazırsınız mı? 10 milyonların olsun sizin üçün başladı. Baytar kimi müalicə edir? A. Bitkiləri, B. Ağacları, C. Meyvələri və D. Heyvanları. Və bu doğru cavabdır. D. Heyvanları. Amma əfsuslar olsun ki, hərdən elə həkimin əlinə gəlib keçirsən ki, adamı doğrudan da baytar kimi müalicə edir. Növbəti sual. Dövlət yol polisi içkili sürücünü saxlayanda sürücü polisə nə deyir? A.
bəlkə yerində çarpışaq. B. Bəlkə yerində qapışaq. C. Bəlkə yerində dalaşaq. Və D. Bəlkə rəis yerində danışaq. Və bu doğru cavabdır. Növbəti sual. Avtomobilinizi ustanın yanına aparanda usta deyir ki, maşın 3 günə hazır olacaq. A. Maşın doğrudan da 3 günə hazır olur. B. Maşın 2 günə, yəni dediyindən də 1 gün qabaq hazır olur. C. Maşın 1 günə, yəni həmən gün hazır olur. Və D. 3 gündən sonra gelirsən, deyir ki, müəllim, rayonda hüzürümüz düşmüşdü. Rayonda hüzürümüz düşmüşdü. Maşını bir həftəyə verəcəm və nəticədə maşın düz 1 aydan sonra gəlib sənə çıxır. Və bu düzgün cavabdır. Təşəkkür edirəm. Növbəti qonağı çağırmaq istəyirəm. Növbəti qonağımız Azərbaycanda Rəşid doktor kimi tanınan Bakıdan Rəşid Mahmudovdur. Buyurun. Hoş gördük Rəşid doktor. Hoş gəldiniz. Necəsiniz? Nətərsən? Sağ olun. Buyurun Rəşid doktor. Sağlığın nətər? Şükür Allah. Yaxşıdır. Sağ olun, sağ olun. Buyurun Rəşid doktor, əyləşin. Mən Gədəbəydə doğulmuşam, amma Bakıda işləyirəm. Lap yaxşı, lap yaxşı. Bakılı deyiləm. Necəsiniz? Amma belə hamımız Azərbaycanlı, elə deyilmə. Qurban olaram sizə. Buyurun, əyləşin. Oturun mu burada? Bəli. Biraz hündür deyə, mən də burada kişiyə. Rəşid doktor, nə işlə məşğulsuz? Ay? Nə işlə məşğulsuz? Kombi ustasıyam. Sabahdan deyirsən, Rəşid doktor, Rəşid doktor. Doktor nə işlə məşğul olur? İnsanları müalicə eləyər, onlara dəvə-dərman verər. Məndən məzələnirsən bu yaşımda. Əslində belə baxanda mənim vecimə də döz gələn qonaq nə işlə məşğul olur. Sadəcə olaraq oyunun qaydası budur. Mən bu sualı sizə verməliydim. Deməli, belə çıxır ki, Rəşid doktor, nə qədər xəstə çox olsa, siz bir o qədər çoxlu pul qazanarsınız. Nə qədər insan sağalsa, bir o qədər çox pul qazanır. Vacib məsələ insanların sağlamlığıdır bala. Laf yaxşı. Sən elə həyatda görmüsən. Rəşid doktor, kiminlə gəlmişsiniz? Pasiyentin Fəridlə. Niyə məhz pasiyentinizlə? Fərid xəstədir bala. Allah şəfa versin. Nə xəstəsidir? Efir xəstəsi. Elə isə xahiş edirəm, Fəridi iri planda göstərəsiniz, bəlkəm... Hadi də qalx ayağa. Qalx, tamam, qalx. Laf yaxşı, laf yaxşı. Sağaldın mı? Sağalar bundan sonra. Rəşid doktor, bizim şovda iştirak eləməyə hazır mısınız? Elə isə milyonların şovsu sizin üçün başladı. Helal. Birinci sual və 10 manat. Daha gözəl və cazibəli görünmək üçün xüsusən xanımlar hansı əməliyyata əl atırlar? A. Plastik əməliyyata. B. Elastik əməliyyata. C. Fantastik əməliyyata və D. Gimnastik əməliyyata. Eləmi? Görürsən. Sən dediyin bu zatdan, nədir? Kadınlara aiddir da. Bəli. Kadınlara hardasa olar. Öz də canınız üçün ağır vaxtlar fikir vermişsiniz ya verməmişsiniz, amma mən fikir vermişəm. Bütün kadınlar, hamısı bir-birinə oxşuyur. Belədirlər. Amma bu xəstəlik kişilərə də keçir, canım üçün. Baxırsan, kalstuklu
kostyum şalvarı, vəzifəli adamdır. O da gedir plastik əməliyyat edir. Deyirəm, özünü niyə bu günə qoyursan, tanınmaz hala qoyursan? Deyirəm, mən meterseksualam. Benim təpənə daş düşməsin. Sən meterseksual yox, bala. Sən maçkasan, maçka. Yaşlı doktor, gəlin heç kəsi təhqir eləməyək. Təhqir belə olmur, qulağını bəri elə. Lazım deyil. Nələr eşidərsən Lazım məndən. deyil, lazım deyil. Bax, elə özümü misal götürüm. Təsəvvür edin, mənim burnum yeşərdir, ağa. Onu kəstirib eləyim fındıq boyda. Nəşə? Gedim qulaqlarımı balanca eləyim. Nə bilim, dodağımı şişirdim. Nə bilim, haram böyükdür oranı balanca eləyim, haram balacadır oranı böyük eləyim. Iftah, belə şey mi olur? Mənə deyəcəklər, maçka. Rəşid doktor. Eləmi? Arvatları hardası olar. Onlar eləyirlər, ama bu ərlər üçün, sevgililer üçün, Allahlar üçün. Mənə çatmır, bu kişilər bunu eləyir, bunu olar da mı? Zatlar üçün, sevgililer. Rəşid doktor, və son cavab, son qərar. Sən bana danışmağa koymursan, Efir daxil. Mən ağzımı açan kimi ağzımı yumursan. Efir və son qərar. Plastik əməliyyat. Və bu doğru cavabdır. Plastik əməliyyat. İkinci sual və 20 manat qazanmaq şansı. Arvad ərinin yanında çox deyinəndə kişi, yəni ər nə edir? A. Evdən gedir. B. Özündən gedir. C. Telefonda oynayır və D. Spirtli içki içir. Görürsən. Mən 50-50 seçirəm. Deməli siz istəyirsiniz ki, kompüter iki cavabın yığışdırsın. Nə danışsan, mən vurmaq mənasında. Aynen. O 50-50. Təsəvvür elə qışın oğlan çalır. Oturursan evində bir miçmeyi zat, həngəl, qartoflu zatlı biz tərəfdə qartofla eləyirlər. Üstünün soğancası zadı, yanında da yarım litr başı xamırı tutaraq. Ondan 50-50 vurup həngəldən yersən, arvad da o anda hürür özü üçün. Sənin də beşiqədir. Aralaşığından, kürt topuğundan, canım. Rəşid doktor. Ona görə mən vurmağı seçirəm. Yəni cavab 50-50. Və bu doğru cavabdır. İçki içir, spirtli içki içir. Üçüncü sual və 50 manat. Nereden verilişten sonra aparım? Çok sağ olun. Restoran yeri. Çok sağ olun. Düz yer zibilxanadır ama içini yemeğe düşer. Sağ olun, sağ olun. Üçüncü sual və 50 manat. Xalq arasında qaynatasına ata deyən oğlana nə deyirlər? A. Qaynatasına papa diyen çok pay olur. Rəşid doktor, mən hələ variantları saymadım. Başka varyantı var mı? Və bu doğru cavabdır. Qaynatasına papa deyən köpək oğlu. Dördüncü sual və 100 manat. 8 Mart'ta qadınlara nə hədiyyə etmək lazımdır? A. Parfüm. B. Telefon. C. Qızıl və D. Maşın, yəni avtomobil. Ne bileyim. Bu kadınların ipinin üstüne odun yığılası dölü. Gel hele özlerinden soruş. Olar, gör olar. ne istəyirlər. Onsuz da bilmirlər həyatdan nə istəyirlər bunlar. Hörmətli studiyada Başımızı əyləşən xarab xanımlar, mən sizə sual verəcəm. Siz də düzgün cavabı alqışlarla bildirərsiniz. 8 Mart'ta qadınlara nə hədiyyə etmək lazımdır? A. Parfüm. Kasıflar el çalır. B. Telefon. Yavaş yavaş gelir ortaya. C. Qızıl. Və D. Maşın, yəni avtomobil. Sen ne el çalsan, kadınlar der, sana ne olur, Aferin, bak sen de yani, indi hanımların istəyir. Bəli. İndi icazə var mı əmin kişilərdən Buyurun, soruşsun ki, görüb buyurun. onlar nə hədiyyə eləmək istəyirlər? Buyurun Rəşid doktor. Amma kişi kimi cavab verin, Eşidirsiniz, deməlim. 8 Mart'ta
8 Mart'ta kadınlarınıza ne hediye edirsiniz? Ya eləmək istəyirsiniz? A. Doğ. B. Gül. Ay, işlerimiz ne güzel ha. C. Kızıl. Evet, değerli zala hamısı kadınlar yetişir. Yok. D. Bu bayramı çıkardanın atasına neler? Fatih bana, bak sen dediğin virtualdı ama ben dediğim realdı. Gördün mü? Əfsuslar olsun ama bu doğru cevap idi. Teşekkür ederim. Beşinci sual ve 200 manat kazanmak şansı. Rəşid Doktor, nəzərinizə çatdırım ki, bu suala düz cevap verseniz, itirilmeyen 200 manat məbləği əldə edəcəksiniz. Öyle mi? Rəşid Doktor, kişi maaşının neçə faizini arvadına verməlidir? A. 100 faizini, B. 70 faizini, C. 30 faizini ve D. Ümumiyyətlə bir qəpiyi də verməməlidir. Eşinin kulağınızı sırğa edin. Deməli sen daha Fatih. Deməli 30 yaşınız olanda maaşınızın 30 faizini verin. 50 yaşınız olanda 50 faizini verin maaşınızın. 70 yaşınız olanda 70 faizini verin. Ama 70'i atladınız 100 faiz. Ora bura kaçtı. Canım. Bak ben 80'i atlamışam 90'a gelirim. Ona göre 100 faizini verin. Böyle de bir şey kalmıyor. Bu yaşa pensiyadan alır benden. Ve doğru cevap. Haşladığımı haşlamışam. Doğru cevap 100 faiz. Bəli, ve bu doğru cevaptır. Maaşın 100 faiz. 6. sual ve 300 manat. Adam olsaydı söhbət ederdi ifadesi hansı qohumlara şamil edilir? A. Qayına, B. Bacanağa, C. Yeznəyə ve D. Qaynataya. Valla cevap B. Bacanağadır. Ama hiç obursularla da, bu kayınla da, yezneyle de, kaynatayla da adamın söhbəti tutmur. Elə olar da gedir o variyatta ama cevap bacanaktır. Ve bu doğru cevaptır. Bacanak. Bəli. 7. sual ve 400 manat. Yavaş Xahiş yavaş edirəm. kaldırırsan ha. Bəli, xahiş edirəm. Suala diqqətlə qulaq asasınız. 8 noyabr 2020-ci ildə zəfərlə bitən Vətən müharibəsindən sonra hansısa gərgin situasiyada qadınlar tərəfindən kişilərə ünvanlanmış hansı ifadə öz aktuallığını itirdi? A. Belə kişisən, get maaşını al. B. Belə kişisən, get qaşını al. C. Belə kişisən, hər şey boynuna al. Və D. Belə kişisən, get Qarabağa al. Ha, cevap B'ydi de. Git. Elə küsən git Qarabağa. Cevap D. D. Ya o söhbətin heç bir aktuallığı qalmıyor canınız üçün. İndi bir söz de var ki, o da öz aktuallığını itirir. Aha. O dostlar oturup yeyip içəndə deyirlər, o gün olsun, şurada yeyip içək. Şu içerik, yeyirik, nətər lazımdır, gəzəyirik, lan şurada. Allah kısmet elədi. İndi başka söz deyirik, başka sağlık deyirik. Hansı? Dostlar yığışanlar deyirik, o gün olsun, Zəngəzurda yeyib içək, Göyçədə yeyib içək, Basarkeşərdə yeyib içək, İrəvanda yeyib içək, mən görməsəm də siz görün, Rəşid Doktor, inşallah ki yaxın zamanlarda Zəngəzur məsələsi də öz həllini tapar. İnşallah. İnşallah. Cavab D. Belə kişisən get Qarabağa. Və bu doğru cavabdır.
8-ci sual və 750 manat. Bizim telekanalların verilişlərinə baxanda tamaşaçıda nə tökülür? Başının tükü tökülür. B. Gözündən yaş tökülür. C. Dişi tökülür. Və D. Əti tökülür. D. Əti tökülür. Bu Mənim üçün. son qərardır. Hayır. Televizoru açan kimi, oradaki aparıcıyı görsen, oradaki konağı görsen, oradaki o seviyesiz, mərfətsiz söhbətləri eşitsən, adamı heç deyit olub lazımdır öyle. Canın oturduğun yerde kilo verirsən. Aşıqa kilo verirsən. Özdə, mən elə öz sferamda deyim, eşitir. Səhər oturursan, zavtırıq eləyirsən, yağ, qaymaq, bal, qabağında, şirin çay qabağında televizoru açırsın, başlanır. Öz sferamdan deyirəm, yani həkim sferası. Bəli. Sidik kisəsi belə müalicə oldu. Gemaroy belə getdi. Prostat belə müalicə oldu. Nə daha cəmaatın masklərini xarab edirsiniz. Ona görə əti tökülür, cavab odur. Rəşid doktor, sizin dediklərinizdə hardasa reallıq var. Amma nəzərə alsaq ki, bizim tamaşaçılar, hamiyə aid deyil əlbəttə ki, əksəriyyəti düşündürücü verilişləri sevmirlər. Əksəriyyəti ağlamalı və gülməli verilişlərə baxırlar. Və bu verilişlərə də baxanda hər iki variantda da, yəni ağlayanda da, güləndə də insanın gözündən yaş tökülür. Deməli, düzgün cavab B. Gözündən yaş tökülür. Söhbəti fırlatdın. Rəşid doktor, təşəkkür edirəm. Minnətdaram bizim şovda iştirak Heç də qazanmadım. 200 manat itirilməyən məbləğ artıq sizin kartınıza otuzdurulub, bizim baş sponsor tərəfindən sağlıqla, ürəyiniz istəyən bax. Təşəkkür edirəm, xoş gəlmişsiniz. Sağ olun. Minnətdaram. Sağ olun, özdən müğayət olun. Sağ olun. Heç vaxt həkimə müraciət eləməyin. Sağ olun. Salamat olun. Sağ olun, gedək görürüm. Təşəkkür edirəm, Rəşid doktor. Mən biraz böğrümdə ağrılar. Sənin başında var ağrılar. Ya bura mən müalicə edeyim. Deyirəm, Ne diyorsun? bu 2050-ci ildən çönüb arxaya bir 30 il, 40 il geriyə baxanda deyirəm adamın nələr düşür yadına. Yadına düşür bu baş batmış ermənilər zat özlərinə xəritə cızırdılar. Dənizdən dənizə böyük Ermənistan. Yadına düşür. Ya stop. Şimdi artık 20 ildir tarihi torpaqlarımızın hamısını qaytarmışıq. Şükür Allah. İndi Gölcə də bizdədir. Gölcə gölü də bizdən. Eşit, onlar dənizdən dənizə istəyirdilər. Aman zaman bir göl idi, o da əllərindən çıxdı. Onlar dənizdən dənizə yox. Uzağı bulaqdan bulağa özlərinə bir cırtdan Ermənistan yarada bilərlər. Ermənistan, bir barajda. Düz deyirsən, düz. İndi Ermənistan. Birdən ikiyə peredelk olmuş. Xruşovkaya olacaq. Dikkat, hörmətli analar, bacılar, nənələr, bibilər, əm dostlar, day dostlar, əm arvadları, nə bilim, bir-birinin saçı yolanlar, hadruşkalar, qeybət eləyənlər. Fevral ayının 17-si Heydər Əliyev sarayında bu şəhərdədir. Elitlər adlı, Eltilər adlı, Eltilər adlı solo konsertinə hamınızı dəvət edirik. Biletler artık satıştadır. Gelin, biz de orada olalım. 100%. Biz de orada olalım. Dikkat! Əziz Sumqayıtlılar və Sumqayıt şəhərinin qonaqları. Fevral ayının 14'ü Sumqayıt'ta yerləşən Kimyaçı Mədəniyyət Sarayında sizi bu şəhərlərin yeni Eltilər adlı solo konsertində gözləyin. Tələsin, biletler artık satıştadır. Ne diyeceğim ben? Yok. Kız eşeğe okşasa da evleneceğim onunla.
Hə. Niyə mamam deyib? Mamam deyib ki, evlən. Dədəsi çox imkanlıdır, varlı adamdır. Hə. Hə, nədir? Neçə ildir bu, mənim anam atam baxır mənə. Bu indi biraz da onun atası nasıl baxsın da mənə. Hə. Qoy görüm, görüş nə nəticə versə deyərəm sənə. Sağ ol. Salam Mələküm, qadanızal, nə tərsiniz? Yaxşı olasınız. Sizdən bir xahişim olacaq mənim. Afçant var burada, afçant. Gəl bura, qardaş, gəl bura. Nə tərsən? Qardaş, sizin hamınızdan bir xahiş eləmək istəyirəm. Bu günləri mən bu restoranda sevdiyim qızla, sevdiyim yox, tanış olan qızla alınsa evlənəcəm də. Bax, odur ki, mən burada özümü elə göstərmək istəyirəm ki, güya mən bu restoranın pasterni kliyentiyəm. Siz qadanızı alın, mənə pateşka verin də, pateşka verin. Yox, gəlin vəbşə belə edək ki, güya mən bu restoranın müdürüyəm. Yaxşı, bax, əvvəlcədən adama 20 manatdan verəcəm. Əgər iş yaxşı alınsa, siz də mənə kömək eləsiniz, pateşka eləsiniz, bax, görüşün axırında sizə biraz da əlavə eləyəcəm, vəbşə sonra nişan, gəlin gətirdi, nə bilim, toy falan, hamısı sizi görəcəm, dəstəklə. Yaxşı, bax, odur ki, indi oynayaq da, güya ki, mən müdürəm. O qızın yanında ağzıma gələni deyəcəm sizə. Söyəcəm, təhqir eləyəcəm. Yox. Amma sonra sizdən üzr istəyəcəm. Belə deməyəcəm, ki, bağışlayın qızın yanında. Üzr istəməyə, bax, belə eləyəcəm. Belə eləyəndə bilin ki, sizdən üzr istəyirəm. Bax, belə. Bu o deməkdir ki, qələt eləmişəm, başımı daşdan daşa deyilmiş. Yaxşı, razısınız. Bax, məni incitməyin, ha. Gəlin, bax, bu işlər mənə kömək edin, yaxşı. Ay, hamısı pullar buradadır, narahat olmayın. Ay, sən də gəl bura, qardaş. Başıma dönün. Bax, bahalı yeməklərdən soğuşdurma da orada, yaxşı. Ucuz, hörmət elə də, mən də səni baxıb görərəm. Bax, sənə də həmçinin belə dedim, 1-2 üzr istəyirəm. Özdə, bax, pulumu da babat verəcəm. Yeməyin içinə küfrüm zad eləməyəsən, ha, orada. Yaxşı, qadanım. Get başına gəl. Get. İndi harada olsa. Hə, musiqin biri neçə salırsınız? 20 manat. Kök sizdən, mən burada albom yazdırmıram. Mən burada bildirəm. Onda gəl belə danışaq. Hansı mahnını bir dəfə axıra qədər çalsaz onun pulunu verəcəm. 20 manat. Yaxşı? Hə, bir də ki, görək xanım hardandır. O yerin mahnılarını elə şirinlik eləyək də, duzluq eləyək biraz. Hə, hazırsınız. Buradayım, Selam aleyküm. Ey güzel hanım, icazə verin gülə gül verim. Əyləşməyin, şalvarımız cırlar. Bu biabırçılıq mənə lazım deyil. Çok sağ olun. Buyurun, ben sizin 8 Mart bayramınızı tebrik ediyorum. Çox sağ olun. Süpürgə yox, Şirgül. Nəysə. Necə də qəlbiniz nazikdir deyirəm. Qəlbim, Qəlbiniz nazikdir, yox. Özüm biraz yok. Cidden biraz babatsınız. Buyurun. Hoş gelmişsiniz. Sizdə o... Bizdə, hanım, heç bilmirəm nədən başlayayım, nətər deyim. Birisi, siz bu görüşü bu restorana təyin elədiniz. Yox, deməyəcəm, yekəxanalıq çıxar. Deyin, nə var deyin, biz bundan sonra açıq danışmalıyıq. Siz görüşü bu restorana təyin eləmişsiniz, tərslikdən nə bilirsiniz? Bu restoran mənim şəxsi restoranımdır. Demək istəmirdim, siz məcbur edin. Nə danışırsınız? Bəli. Odur ki, bəli. Odur ki, buranın personalı. Bax, o Şveysardan tutmuş, İborçsiyək, Pastan Borçsiyək. Bax, bu cədələr var, bax, muzikatlar. Bunlar hamısı sizin əlinizdən öpür, sizin qulluqçunuzdur. Yox. Bu sözlə razı deyiləm. Xahiş edirəm, işçiləri adam təhqir eləməz. Onlar, necə deyərlər, sizin işinizi görürlər axı. Qadanam, yox, təhqirə keçməyin, xahiş edirəm. Demək istəyirəm ki, qulluğunuzdadırlar. Qulluğumdadılar, bu başqa məsələ. Xanım, belə, hazır olun, belə sizin əsliniz, kökünüz hardandır? Mən yarı Qazaxlı, yarı Gəncəliyəm. İndi bunlar nə çalsınlar? Nə bilim, nə istəyirlər çalsınlar. Və siz haralısınız?
Doğulmuşam Mingəçevirdə. Əsliniz hardandır? Əslim, köküm tarixi abidələri ilə zəngin, arxeoloji qazıntıları ilə zəngin olan Ulu Sumqayıtdanam. Ulu Sumqayıt. Aha. Başa düşməm, Sumqayıtın cəmi 50-60 yaşı var. Nə qısa kökümüz var sizin. Əsas odur ki, hamımız Azərbaycanlıyıq. Ay sağ ol, sözü sən saldın da. Deyirəm bəlkə biraz yemək çağırıb afsantı. Nə bilim, məsləhət sizindir, siz məni dəvət eləmişsiniz. Ay gədə, qoduq, birən görüm. Dedim axı, təhqir eləməyin, xahiş eləyirəm. Onlar sizin işinizi görürlər. Bir də ki, o boyda qoduq olmaz axı. Bu nədir ki, bizdə bundan böyük qoduqlar var. Prosta, siz bu bizdə ən çıxılı yaşlı afsantdır deyə biz onu sevirəkdən qoduq çağırırıq. Bu nədir? Sağ demədim, menünü gətirmək, kişisən qarına. Menünü məndən qarına. Mən menünü niyə dedim? Mən buranın müdüriyəm, əzbər biləm. Onu xanıma ver, xanıma. Xanıma ver onu. Yox, mən onun zövqünə inanıram. Qadanızı alın. Siz sifariş edin, xahiş eləyirəm. Öpürəm, yaş olsun, birən görmə. Nə demək? Bu nədir? Bu yeməklərin çəkisidir yoxsa qiymətidir? Qiyməti. Hala, apar ver bunu. Administratora gələn müdür qəzəblənib. 50% endirim eləsin orada. Soyğunçuluqla məşğul olur. Bəli, işlərdə fikirləşmək lazımdır. Düz deyirsiniz. Özün də belə elə. Get orada bu xanım balıqla aranız nətərdir, amma qızartma ya, kebab yox. Çox gözəl, sevirəm balığı mən. Eşq olsun, eşq Bəli. olsun. Gedirsən orada bu saat sezonudur. İlan balığını çıqılı-çıqılı doğrayırsan belə. Ne oldu? Xanım düz deyir. 20 dənə program zad ver ona, limon zad ki, dadı bilinməz. Eşitdin? Yer qana qalım. Yeri? Ne oldu qana qalım? Mənə normal balıq, xahiş edirəm. Normal balıq bizdə yoxdur ki. Qızıl balıq, xahiş edirəm. Qızıl balıq yoxdur bizdə. Var sizdə. Yoxdur. Qutardaq bəs, ma bayaq dedim, qutardım mən sifariş. Var, təzədir. Mənə bir porsiyondan xahiş edirəm, qarnirsiz. Bir də sveji vıjıdı sok verin mənə, nar soku. Bu sveji vıjıdı nədir, o bahalı şeydir. Sıxılmış nar. Hə. Yaxşı, get ondan gətir. Amma şeydir, orada amma adi balıq gətir, o ilan balığı. Yaxşı qadanlar. Deyirəm, biraz diksusiya eləyək. Bəlkə söhbət eləyək. Onu deyirəm də, söhbət eləyək. Xanım, bax, müxtəlif kişilər var həyatda. Ümumiyyətlə, insanlar müxtəlifdir, həyat qəribə. Amma kişilərin müxtəlif növü var. Məsələn, qanaqalım, bax, kişi var ki, boy 2 metrə, belə çiyinləri kombayna oxşuyur. Belə, gəl ki, qumarbazdır. Kişi var ki, o da hündür. Belə kostyumda zaten, belə baxırsan, amma gəl ki, narkomandır. O kişi var ki, modlu geyinib, boğazında sepşkası, zardı, saçlar belə zardı. Gedəndə hamı ona baxır, amma gəl ki, kişilikdən bir balaca xəbəri yoxdur. Bu olur da, indi müxtəlif. Mənim zənnimcə, qadan qalım, mənim zənnimcə kişi, keçəl, yumru, balaca və kişi olmalı. Mən belə fikirləşdim. Bu söhbəti niyə saldınız ki? Məqsədiniz nədir? Davam eləyirəm, davam eləyirəm. Buyurun. Kişi də var ki, məsələn, həyat yoldaşına deyir ki, Azaz, qadan qalın, heç bir şeyin narahatçılığını çəkmə, yer çıx, yer kişinlə məşğul ol, bütün işləri özüm görəcəm. Səhər tezdən fartuğu bağlayır belinə, yemək pişirir, qavları yuyur, paltarları yuyur, ütlüyür, ev eşiyi yığışdırır, lustrun tozunu mozunu alır, uşaqları dərsə, baxçaya aparır, gətirir. Nə bilim, bütün bu işləri görür, qaynata da görür ki, bu mənim quzuma belə kömək eləyir. Çağırır, deyir, sən mənim kürəkənim yox, oğlumsan, bu paşkanı qoy civinə. Ol eləməyin. Anam bacım olasan. Bu, belə növ kişilərə nətər baxırsınız? Çox pis. O niyə kişi olur ki? Hər əynində şalvar geyinən bəyəm kişidir. Bəli. Kişi oxuya bilən o kişi deyil. Necə ilk görüşdən bizim zövqümüz üst-üstə düşdü.
Ne kadar yaşamam ben bunlar. Hanım, bu günləri internetdə maraqlı bir hadisə oxumuşam. Sən demə, Avropada əgər kişi xanımı restorana dəvət edirsə, xanım onu şoklu verə bilər. Bir maraqlı hadisə deyib belə. Çox. Kül o kişinin başına. Oy, bu nədir? Taş düşsün o kişinin başına. Təpəm dağıldı, bu nədir? Panel açsın onun başına. Qazan qalım, yetəri tutsun. Ev uçsun onun başına. Mən də elə fikirləşim. Hə, biraz sigaret üstü eləyək. Niye? Yəni qəlyan altı da. Zarafat eləmək istədim. Hə, qoy bura. Sus. Hə, keç sən. Nə qardın, hə? Nə qardın? O nədir tökümçülər? Neydi bu? Hə, bu yox, hə, bu şey, bu olur burada. Sən, neydi bu? Nasıl koydu? Az nasıl okusun ləkəsi gedir? Az nerede kap geleceğini başıma. Yox, hə, deyirəm az da olsa nar sokunun ləkəsi gedir. Yok hiç kimsiz kadar var mı? Ha, Bu nedir? Siz bir kostümün Hə, sebep verirsiniz. hə, yox, cəhənnəmə getsin. Bu da bizim ilk görüş haqqında xatirə olar. Hatadı da baş verdi. Buraya. Gedirsən orada soroşnu bir dənə yekə kağız tapırsan. Üstünə yazırsan satılır. Bayrağa çıxan kimi sağa dönəndə bir dənə jugulu deyən 02. Yapışdırırsan onun üstünə. Yeri qoduğum biri qoduq. Hə! Üstünə yaz təcili satılır. Bunların hamımızın başına bit düşür. Yox, hem Başıma tutum aldı. mənim başıma tüy hələ indindi çıxır. He. Uşaq vaxt olmuyor, indi çıxır. Abrat da gelir de İndi sen. böyürəm, beraber. Sen büyümeyeceksin. Orası oturumdan. Balık mı oldu? Balık geleceği. Balık gelmir, balık üzür. Yaxşı, o balık gelene kimi istiyorsun ben size bir iki şekiller var onları He, göstereyim. onlar qəşəng. Bakın. Tanıştık. He, yaxşı. Məqsədi Bəli, ilə. Bakın bu mənim rəhmətli nənəmlə olan şəkildir. Allah rəhmət eləsin. Ölələr. Onu dersən ölməmişdən qabaq çəkdirmisiniz. Öləndən sonra mən ölünə şəkil çəkdirən oxşuyuram. Düzdür istər. Xanım, heç bilmirəm nətər deyim. Mən heç vaxt yəni oynamamışam. Amma istərdim ki, sizi rəqsə dəvət edim, siz də məni oynamaq ürək edəsiniz. Nə bilim valla mən də belə də Nətər? bildiyim hərəkətləri öyrədərəm sizə. Nə olar? Vay, buyurun. Qoşuqlar sizinlə oynamaq. Buyurun. Hanım, yani mən bütün təzə evlənənlərə məsləhət görərdim ki, balayına dağ rayonlarına getsinlər. Niyə? Şəkər yəni bal ayı. Dağda həm bal olur, həm də ayı. Doğrudan. Çok sana bakacağız. Bir yerə də Ulan nədir? hiç tutma bunun başınıza. Niyə Noruz bayramıdır ki? Bilirsiniz, bak gezmekten söhbət düşmüşkən, Bəli. bu yay hara gideceğiz? Hansı şehre O, biz çox gideceğiz? uzaqlara gedirik xanım. Çok uzaklara. Bizim getdiyimiz yer buradan görsənmir. Doğrudan. Hə, çox uzaqlara gedirik. Hansı şehre gidiyoruz? Biz de uzaklara gidirik. Bizim bu getdiyimiz yerin adı N hərfindən başlayır. Ne? He. Tesadüfe bak bizim gittiğimiz şehirde N harfiyle başlıyor. Nə zibilə düşdük. Deyin de hansı şehirdi? Gəlin onda bir yerdə Ne? deyək. Bir yerdə. 2, 1. Nəsələr? Nizza. Hara? Yox, siz hara dediniz? Siz hara dediniz? Siz hara? Fransa'nın en güzel şehirlerinden biri olan Nizza. Hə. Siz hara dediniz? Nitsalan. Nifçalar? Nitsalan. Nitsalan. Naftalan. Aa, naftalar. Mən getmirəm, panlamamı aparırım. Naftalan uzak değil. Palçıla bastırıram Buradan orada. buradan. Ya qəşəng yerdir, təmiz havası var. Səfalı yerdir. Öyle bir de uzaklara gidirsiniz. Yox, uzaqlara gedən bir yox. Ama kaşıya girdi ya. Qəşəng yerdir, hə. Oradan güzel. Yaxşı. Gəl. Ha, nə oldu? Siz, üzr istəyirəm, yemək niyetiləsə söhbət deyirik də. Siz, yaxın durun, hansı maşınları xoşlayırsınız? Vay Allah, sana şükürlər olsun, axır danışdı. Sual verdim axı. Kreditsiz.
Kreditsiz. Ha, ümumiyyətlə bizim nəsil. Yəni nağd verirsiniz pul maşına. Sağ ol, sağ ol. Ümumiyyətlə bizim Amma kişi nəsil. belə olar, kişi belə olar. Qədimi avtomobilləri biz çox sevirik nəsillikcə. Yəni retro maşınları xoşlayırsınız da. Retro kino deyil, mən maşından danışıram. Как мне скучно с ним. Antikvar. Var, hə. Antik. Eski, köhnə. Yox, da elə cındır vəziyyətdə deyil. Pamda 85-in seçkasıdır. Mam maşın sürmür. Böyük qardaşım da 87-nin Opelidir. Orası qardaşım da 89-un fiyatıdır. Bu köhnə maşınlardır. Hə, məndə də ki, Dikkat xahiş edirik 90 XJ 791 nömrəli 02 Jigulinin sahibi yaxınlaşıb maşını aparsın. səygədə hansı zəmanədə olursan sən, apar onu sat ged özünə kreditə bir maşın götür. Bu 92 02 nədir? Siz niyə elə danışırsınız? Kimin nəyə imkanı çatır, onu da alır. 02 Bu nədir? Jigulini aparın, restoranın vidini pozun. Ona görə deyirəm, O maşınlar əzizdir, başa düşürsünüz. İnsanı əşyaya görə qiymətləndirməzlər. Ona görə demirdim. Prosta restoranın qabağında sar klientlər gəlib onu görüb girmir də içəri. Mən Zəhmət çəkməyin, Jigulini artıq evakuator apardı. gedim gəlirəm. Mən də gələm, hara gedirsiniz? Hara siz hara gedirsiniz? Siz hara gedirsiniz? Mən gedirdim onu çəkim telefona sonra baxaq küləkdən. Telefon qalıb burada. Yox siz çıxmayın. Orada kişilər var, soyuq olar sizə. Oo, bunun qeyrəti də varmış ki. Söhbətimiz yavaş-yavaş bəlkə də alına bilər. Mən gedim. Yox hara gedirsiniz? Hara? Evə getmək Mən istəyirəm. sizi yola salmaq istəyirəm. Siz hansı tərəfdə yaşayırsınız? Hadi yaşayıram. Hə. Adam harda yaşayır? Teymur Əliyevdə. Teymur Əliyev haradır? Atatürk'ten Azadlık Prospektine düşen yol var, bak orada. Milyonerlər məhəlləsində. Oy. Həyat evidir də, 5 mərtəbəli. Nətər həyət evi 5 mərtəbə o nətər olmuş? Evimiz 5 mərtəbəlidir də. Ya nətər qalxıb düşürsüz? Hələ ver bu dünyanın adamı deyil, lift nə? Yaxşı, sağ ol. Kstati, siz harda yaşayırsınız? Şəhərin mərkəzində. Mərkəz deyəndə haranı nəzərdə tutursunuz? Düz megafanın yanında düz yol gedirik zığ tərəfə. 9 kilometr nargilədən o tərəfə. Ha, deyən tapacağımıza. Yeni Güneşli. Yox əşi, yeni günəşliyə bizdən 1-2 saatlıq yoldur. Axır bu Bakın ərazisində Belə özdə səfalı yerdir, qəşəng havası var. olmamışam orada. Peki mən apararsız sonra oldu. Mən şəhərə köçmək istəyirəm, bu deyir ki. Apararam. Yaxşı, mən getim. Xanım, bəs bir restoranın dizaynla mən sizi tanış eləmədim axı. Bax, gördüyünüz burada bütün stili özüm eləmişəm. Deməli, burada modern, klassik, avantgard stilin adı Kokokko Mokokko. Mokokko. Maşallah, siz 3 stili birləşdirmişsiniz bir-birinə. Mikser eləmişəm də. Mikser eləmişəm. Mikser nədir? Mikser eləmişəm. Yaxşı, xeyrin görəsiz. Mən Çox sağ ol. getdim. Bu şəkilə baxmazaq heç. Bu şəkil Maleviçin əsəridir də. Doğrudan. Baxdım, nədir? Və adı nədir? Siz bilirsiniz adı nədir bu şəkil? Dominoda ağın biri. Elə də bilirdim. Yaxşı, mən gedim. Xanım, Görüşərik. İsmət olsa. vaxt. Hə? Nətər, harda? Hər gün sizlə görüşəcəm mən. Doğrudan? Hə. Harda, necə? Belə dur. Sən mənim ürəyim heç vaxt yox. Qulaq as da. Heç vaxt ərim ola bilməyəcəksən. Quş öldü baby. Amma biz səndən tez-tez görüşəcəyik. O nətər olur ki? Bilirsən, bu restoran mənim atamın restoranıdır. Bayaqdan onun kabinetində oturub sənin bütün hərəkətlərini, əməllərini izləyirdim. Bax, sənin köklüyün, keçəlliyin, ayaqlarımın əyri olmağı, danışığın qüsurla olmağı, başlığın 02 olmağı mənim vecimə olmazdı əgər sən kişi olsaydın ama heyf. Valla dokumentə kişi yazılır. Yəni sən yazıblar. Amma sən kimi aferist,
Sənin kimi ikiyüzlü, sənin kimi bu yalancı bu restoranda bir işçi kimi, administrator kimi lazımdır. Bu gülün də, yeməyin də pulu çatıb. Sən heç narahat olma. Başıma da bir dizayn fikirləş. Rocco, barokko, şurban. Deməli məni işə götürürsünüz. Eşeğiniz öldü. Kanıtlar qapını açın. Diqqət, hörmətli analar, bacılar, nənələr, bibilər, əm dostlar, day dostlar, əm arvadları, nə bilim, bir-birinin saçı yolanlar, Hadruşkalar, qeybət eləyənlər, fevral ayının 17-si Heydər Əliyev sarayında bu şəhərdədir. Elitdilər adlı. eltilər adlı. Eltilər adlı solo konsertinə hamınızı dəvət edirik. Biletlər artıq satışdadır. Gəlin, biz də orada olacaq. 100%. Diqqət, əziz Sumqayıtlılar və Sumqayıt şəhərinin qonaqları. Fevral ayının 14-ü Sumqayıtda yerləşən Kimyaçı Mədəniyyət Sarayında sizi bu şəhərlərin yeni Eltilər adlı solo konsertində gözləyin. Tələsin, biletlər artıq satışdadır.